Mr. Borrell. Cənab Borrellin Avropa diplomatiyasının rəhbərlik etdiyi dövrdə bizim aramızda olan münasibətlər, Avropa Komissiyasının Azərbaycan arasında əlaqələr demək olar ki, tam uçuruma getmişdir. İndi isə biz deyə bilərik ki, bəzi korrupsiya uğramış şəxslər, tutaq ki, cənab Okampo'nun beynəlxalq məhkəmənin keçmiş nümayəndəsi öz fikrini də bildirmişdir və bilirsiniz, o müəyyən bir maliyyə mənbəyindən yararlandır və bir erməni oliqarxı əslində Ermənistanla bağlı olan məsələlərdə ona dəstək vermişdir. Bütün bu anti-Azərbaycan qrupu Avropa Komissiyasında mövcud idi və düşünürük ki, cənab Borrell ümid edirik ki, bir dəfəlik olaraq siyasətdən gedibdir və o vaxtdan bəri bizim münasibətlər yaxşılaşmağa başladı. Xüsusən də biz gördük ki, qarşılıqlı şəkildə həmin münasibətlərin yenidən başlanılmasına böyük bir ehtiyac vardı və biz bunu dəstəklədik. Deyə bilərəm ki, bu ilin bir neçə ay ərzində Brüsseldən bura bir sıra mühüm səfərlər oldu. Martda Avropa İttifaqı Şurasının rəhbəri cənab Qoşda gəldi. Daha sonra isə xanım Kallas Avropa diplomatiyasının rəhbəri gəldi. İyul ayında isə Avropa Komissiyasının prezidenti xanım Ursula von der Leyen gəldi. Onların ictimai şərhlərində, o cümlədən mənim bəyanatlarımda görə bilərsiniz ki, hər iki tərəf əməkdaşlıq səviyyəsindən razıdır. Everyone can see that both sides are satisfied